Bugün mənim İradə xanımla son dərsimdir. Mən düşünürəm ki, çox sağ olsun. Mənə çox dəstək oldu. Səsini tanımaqda mənə dəstək oldu. Mən hər zaman danışanda fikir verəcəm ki, öz səsini çıxart. Danışanda hər zaman ağlımda olacaq ki, Şəfəq öz səsini çıxart. Boğazdan danışma, sinədən danış. Öz səsini çıxart. Onu daha məlahətli et. Sözləri tam de, hər hərfin, hər səsin haqqını ver. Danışanda yox, danışanda. Danışanda. Nəticəsində yox, nəticəsində. Nəticəsində yox deməyəcəm. Nəticəsində. İ'ni, c'ni orada demək lazımdır, mütləq. Valideyn yox, valideyn. Valideynlər. Valideynlər. Anı azca uzadırıq. Valideyn. Valideynlər. Valideyn yox, valideyn. Valideyn. Görürsünüz, qabaq çox sürətlə danışırdınız. İndi o sürət yoxdur. Bizim danışığımız yerində olacaq. Əgər sizin dediyiniz o qaydalara biz tabi olsaq, əməl etsək. Çalışacağım ki, hər gün, həftənin ən az 2 günü, 3 günü, güzgünün qabağında jurnalist olum. Fake bir jurnalist. Çalışım ki, fikirləşəcəm ki. Çalışım yox, çalışım ki, Çalışım ki, fikirləşəcəm ki, qarşımda insanlar oturubdur. Bir auditoriyanın qarşısında oturmuşam. Auditoriya. Auditoriyanın gözü qarşısında oturmuşam. Auditoriya. Auditoriyanın qarşısındayam, gözləri qarşısındayam və onlar üçün bir məlumatı, maraqlı bir məlumatı gözəl şəkildə onlara çatdırmalıyam ki, onlar yarıda mənim nitqimi qoyub getməsinlər, uf eləməsinlər. Çünki mən çox tədbirlərdə oluram və görürəm ki, tədbirin yarısında... Görürəm ki, kəş mən hər zaman kimsə belə düzəltər səhvlərimi, o belə qolbağın qamışsız kimi olacaq ki, mən demişim qolbağa, nit qolbağa. Görürəm ki, olsa bir dənə mühkəm vurardım ki, bura incisin. Maraqsızdır, məntiqsizdir, əlaqə yoxdur. Və qəşəng səslənmir. Və qəşəng qulağa xoş səslənmir. Ona görə onlar gedirlər. Mən elə spiker olmaq istəmirəm, qətiyyən. Mən danışan zaman bütün bədən dilimdən, emosiyalarımla istəyirəm ki, bütün kütlə mənə qulaq assın. Özə belə.